Hansı qaynana gəlininə belə söz deyər? Hansı qaynana gəlinə deyir ki, səni gətirdim yerdim, gəlin başına ağzı üstə çönüydü. Hansı qaynana o gəlinə deyər? Ay aman. Ay Allah. Qadını göstərin də. Qadın da. Ay göstər. tövbə. Hii. Ay Allah şükür sən məsləhata. Özə ayam. Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Şəxsən mənim də belə gəlinim olsaydı, o sözü mən də deyərdim. Səbəb nə olursa olsun, qaynanasını efirə dəvət edib, küll Azərbaycan qarşısında həm özünü, həm qaynanasını rəzil edən gəlinə bundan artıq söz mən tapa bilmirəm. Gəlin və qaynana münasibətlərinin dırnaqarası tənzimlənməsində rolu olan bu dırnaqarası maarifləndirici verilişi yayımlayan televiziya kanalları qaynana demişkən sizin də maşınınız aşmasın, yazıqsız. Məncə İsrail Fələstin qarşı durması, o taylı bu taylı Azərbaycan problemi həll olunacaq. Necə ki Qarabağ, PKK problemləri həll olundu. Ancaq ən çox Azərbaycanda yayılmış gəlin qaynana problemini həll etmək məncə mümkün deyil. Niyə? Çünki problem ona görə həll olunmayacaq ki, əslində bu məsələdə, bu problemdə hər iki tərəfdə, qaynana da, gəlin də həm haqlıdır, həm haqsız. Oğul da haqlıdır, yazıq qalıb ortada. Ana haqlıdır ona görə ki, 18 yaşa qədər üstündə tir-tir əsdiyi, gecələr beşik başında laylay çaldığı oğul evləndikdən sonra anasına olan sevginin yarısını həyat yoldaşına verir. Bu da ananı qısqandırır. Mənim süpürgəmdir. Harda qoydum, orada tutturmalıdır. Qız da haqlıdır. Gələcək üçün xəyallar qurur, xoşbəxt olmaq istəyir, sevgi yaşamaq istəyir. Amma qaynana ortada mıx kimi əngəl olur. Anam mənə tapşırıb ki, qaynananın ipini boş bırakma, yoxsa çıxıb başında oturasın. Ona görə də ən yaxşısı yeni evlənənləri buraxın həyatın axarına. Gedib özlərinə kiraya ev tutsunlar, yuva qursunlar, yuvanıza, evinizə ortaq etməyin. Məişət divarları arasında ölməyən sevgi yoxdur. Sizin düşüncəniz nədir?